Yaponiyanın hakim Liberal Demokrat Partiyası çərşənbə axşamı günü böyük bir fəlakət halında Tokionun ehtiyat variantı kimi xidmət edə biləcək ikinci paytaxt şəhərinin yaradılmasını hədəfləyən qanun layihəsini təsdiqləyib. Yaponiyanın Jizi Press qəzetinin məlumatına görə təklif olunan qanun layihəsində Tokionun təbii fəlakət və ya digər fövqəladə hallar səbəbindən fəaliyyət göstərə bilmədiyi təqdirdə əsas hökumət funksiyalarını yerinə yetirə bilən böyük bir şəhər mərkəzinin yaradılmasını hədəfləyir. Bu tədbir oktyabr ayında hakim partiya və onun koalisiya tərəfdaşı Yaponiya İnnovasiya Partiyası tərəfindən imzalanmış siyasət sazişinin bir hissəsini təşkil edir. Əsas fikir ayrılığı şəhərlərdə xüsusi inzibati dairələrin yaradılması ilə bağlı referendumları tənzimləyən bəndə yönəldilib. Yenidən işləmiş qanun layihəsinə əsasən səsvermə hüququ olan şəxslərin dairəsi müvafiq şəhər sakinləri ilə məhdudlaşdırılacaq və bu da LDP-nin təsdiqinə yol açacaq.